Yolda gördüm bir maşın qəzaya düşüb. 4 dənə, üzr istəyirəm, belə bir şeylə danışıram. 4 dənə deyir, cansız bədən uzanıb, bir qadın da dizinə döyür, ağlayır. Bunu güclə su verdilər, özünə gətirdilər. 4 nəfər deyir, dünyasını dəyişib qəzada. Bu qadından soruşdular, nə olub? Deyir, mən beynimdə xərçəng var idi. Getdim, əməliyyat olunum falan. Bunlar da gəldilər, məni rayonumuza aparmalı. İndi bunlar hamısı ölüb, mən qalmışam. 5 dəqiqə bundan qabaq o maşında gedənlər bu arvada deyir ki, yazıq öləcək. Düzdür? 5 dəqiqə sonra bunlar getdi, o hələ yaşayır. Bəlkə də xeyli yaşayacaq. Müalicə olmaq nəticəsində. Sizə kiçik qardaşınız kimi tövsiyəm budur ki, bu xütbələr ki gəlirsiniz, ya hardasa kitablar oxuyursunuz, peyğəmbərlərin nəsihətlərini, bildinizsə gücünüz çatan qədər vaxtında əməl eləyin. Bugün sabah eləməyin. Bugün sabahla çox adamların evi yıxılıb.